Esselamu Aleyküm, hörmətli izləyicilərim. Xeyirli axşamlar. Allahın xeyir bərəkəti, şəfqəti, səlaməti sizin üzərinizə olsun. Hörmətli izləyicilərim, bugün basında, mediada adını nə qoyursunuz qoyun, Dədə-baba dili ilə desək, mətbuatda məhkəm qaynar bir qazan kimi qaynayır. İllah da ki, Rusiya və Ermənistan tərəfindən təsis edilən qızışdırıcı saytlar ölkə prezidenti cənab İlham Əliyevin Elmlər Akademiyasındakı çıxışının bəzi məqamlarına, belə deyək, bəzi məqamlarına şərhlər yazırlar, narahatçılıqlarını bildirirlər. Azərbaycanı az qala yenidən istilaçı kimi qələmə verməyə çalışırlar və arada da belə bir fraza işlədirlər ki, biz artıq bunları Altaylara göndərməyin vaxtıdır. Aydın məsələdir, Türklərin Altaylardan, Orta Asiyadan güya dünyaya yayıldıqlarını bu adamlar deməyə çalışırlar. Mən deyərdim ki, bizim alimlərimizin zəifliyidir ki, günü bugünə qədər də cəsarətlə, belə necə deyim, xətirlərinə qalmasın, belə cəsarət göstərib tarixi ortaya qoymurlar. Nədənsə qorxurlar, kimdənsə çəkinirlər. Ay, bir dəfə yaşayırsınız da, bir dəfə yaşayırıq da bu dünyada, qardaş, 2 dəfə yox ki. Sən haqqı, həqiqəti de, Allah səni qoruyacaq, nədən qorxursan? Qorumayacaqsa da qorumayacaq, deməli sənin qədərində belə var da. Niyə çəkinirsiniz? Biz Azərbaycanlılar, bugünkü təbirlə desək, Azərbaycanlılar 500 il, 1000 il, nə bilim, neçə min il bundan əvvəlki təbirlə desək, Oğuz nəsli, Oğuz övladları bura Azərbaycanı hardansa gəlməmişik. Əksinə, Azərbaycandan, Qafqazdan yayılmışıq dünyaya. Şimala da gedənlər olub, hamı da bilir, tarixdə sübut elədi, Skandinaviya ölkələrində yaşayanlar, onlar Qafqazdan gedənlərdir. Bir qismi getdi şərq istiqamətində, bir qismi getdi qərb istiqamətində və cənub-qərb istiqamətində də gedənlər oldu. Hardan əmələ gəldi bu göpologiya, belə deyə bilərsiniz. Bundan ötürü birincisi bilmək lazımdır ki, Həzrəti Adəm harda yaşayıb? Həzrəti Adəm bugün Ərəbistan adlanan yarımadada yaşayıb, düzdürmü? Məkkə civarlarında. Onun övladları çoxalıb harda yaşayıblar? Elə o ərazilərdə yaşayıblar. Bəs bu Qabil harda yaşayıbdır? Qabil, üzr istəyirəm sizdən, əziz izləyicilərim, bir dəqiqə, üzr istəyirəm. Qabil də həmən Ərəbistanda biraz yaşadı, elədiyi cinayət ucbatından Allahın əmri ilə o qovuldu. Qovuldu, getdi. Hara getdi? Yəmən istiqamətində getdi, ya hara getdi? Misir istiqamətində getdi. Onu bir Allah bilir. Bir də namuslu tarixçilər axtarsalar, onlar da biləcəklər hara getdi. Və getdi, Qabildən də çoxlu övladlar törəndi. Adəmdən də. Adəm bilirsiniz ki, Allah ona peyğəmbərlik verdi və Adəmin övladlarından biri də adı Şit əleyhissalam. Bəzi mənbələrdə ona Şiz də deyirlər, Şit əleyhissalam dünyaya gəldi. Allah ona peyğəmbərlik verdi. Amma peyğəmbər olana qədər
Hazreti Adem aleyhisselam onunla birlikte olan övladları Qabil övladlarının tecavüzüne məruz qaldılar. Qabil cemaati şeytana tapınan idi. Onlar Allah'a inanmırdılar. Onlar dedilər ki, bizim Efendimiz iblistir. Anaları Havva qəbul edirlər, amma atalarını qəbul edirlər iblisi. Haşa, haşa. Allah, ya Rabbi, sen günahımdan geç. Ve onların da çoklu evlatları oldu. Hemen o Qabil'in. Ve bu Qabil'in evlatları vəhşi kimi büyüdüler de. Allah'a inanmır. Şeytan özlerini efendi bilir. Ve bunlar günlerin bir gününde Adem evlatlarıyla hardasa temas oldular ve onlar vurdular, bunlara tecavüz elediler, öldürdüler. Taladılar, çıktılar, gittiler. 1, 2, 3, 5 Adem'in evlatları atalarına şikayet ettiler ki, biz bu nedir başımıza gelen belada, bizi bu beladan kurtar. Bunlar vəhşi kimi şeyler hardansa gelirler, vurur, dağıdır, yandırır, tökür, esir alanı esir alırlar, almayanı da öldürüp çıkıp gelirler. Ne bileyim, neyse bir şeyler, şikayetler. Hazreti Adem üzünü tuttu Allah'a, Allah'tan izin istedi ki neyniyim, yol göster. Allah dedi, senin evlatların içinde biri var. Şit. Ben ona peygamberlik verdim. Ve Şit aleyhisselam özü kimi olanlardan, yani tek bir olan Allah'a qeyd şərtsiz iman gətirən, cəsur, cəsarətli, ədalətli, kiçiklərə, qocalara qarşı, yaşlılara qarşı şəfqətlə davranan, belə bir əsl Allah qulu deyək də belə. Allah dedi, onun komandanlığında bir ordu düzəlsin özü kimi insanlardan. Və gedin o Qabil oğullarını cəzalandırın. Amma Allah şərt qoydu ki, Allah Cəbril aleyhisselam şübhəsiz bu fikirləri Hazreti Adem'e söylüyor. Deyir ki, Allah'ın tələb edir ki, sizinle vuruşmayanlarla siz de vuruşmayın. Kadınlara, qocalara, uşaqlara şəfqətli davranın, onlara zərər verməyin. Bir de sizden vuruşmayanlara da vuruşmayanlar da vuruşmayın. Ve vuruşarak size esir düşenler aman isteseler aman verin. Yani Muhammed Aleyhissalatu vesselam, Allahümme salli ala seyyidina Muhammed ve ali Muhammed. Özünün peygamberliği vaktinde İslam ordularına hansı tapşırıkları verildisə, hemen o tapşırıklar oradan kaynaklanır. İlk insanlardan ibaret ilk Allah'ın ordusu, komandanı Şit aleyhisselam veyahut da Şiz aleyhisselam. Bunlar Allah'ın dediği kimi gedirlər, Qabil oğullarını cezalandırırlar, Qabil oğulları düşürürlər, pərən-pərən, canını qurtarır, qaçır. Hindistan tərəfə də qaçanlar olur, ona göre orada bütpərəst çoxdur, bütpərəstlərin kaynağı, yuvası, Çibanın başı Hindistandır. Ve bir kısmı da kaçırlar özlerini Mısır torpaqlarına sokulurlar orada. Eğer tarihte hadiselerin gedişatına fikir versəz, Mısır'da İslam orada peyda olana kadar həmişə zulüm yuvası olub, əzab yuvası olub, çox Allahlılar yuvası olub. Hatta padişahlar belə özlerini Allah adlandırıb, hele bir məqama kadar orada insanlar yaşayıblar, zulüm. Peki sonra Şit aleyhisselam bunları cezalandırandan sonra Cebrail aleyhisselam gelip diyor ki Şit'in galebesini, onun emellerini Allah beğendi. Ve Allah sizi yeryüzünün varisleri təyin elədi. Dağılın yeryüzüne, şimalda, cənubda, şərqdə, qərbdə sizindir. İndi xəritədən az çox başı çıxanlar görərlər ki, Ərəbistandan en yaxşı rahat yol gelir İran, içerisi İrak deyək də, belə İraqa gelir. İrak torpaqlarından da yavaş yavaş gelirlər Qafqaz ərazisinə. Bura münbit torpaqlardır, gözəl şəraiti də var. Yaşamaq üçün, çalışmaq üçün, işləmək üçün. Burada çoxalırlar onlar.
İndi 1 il qaldılar, 2 il qaldılar. Mən deyənmərəm, onu Allah bilir. Bir də tarixçi alimlər axtarsınlar, eşələsinlər, tapsınlar. Onların görəvi odur. Və müəyyən müddət burada qalandan sonra axı Allah demişdi, mən sizi yeryüzünün varisləri təyin elədim. Şit əleyhissalam özü ilə gələnləri bölür. Elə bir ki, 4 hissəyə bölür. Bir hissəsi özü ilə qalır, bir hissəsi getdilər Skandinaviya tərəfə, bir hissəsi gün batana tərəf, bir hissəsi də belə deyək ki, Afrika tərəfə də. Sonra Şit əleyhissalam özü Qafqazdan özü ilə qalanların bir hissəsini götürür, gedir Altaylar tərəfə. Altaylar tərəfdə də qalırlar, orada münbət yerlərdir. Heyvançılıq üçün, nə bilim, digər əkinçilik üçün çox yaxşı, yararlı torpaqlardır. Gedir, oralarda da yaşayırlar, çoxalırlar filan beşməkən. İndi cəmaat deyəcək ki, dünyanın harasını qazırsan, oradan Türkün nişanəsi çıxır. Odur da, Allah əmr elədi, sizi yeryüzünün varisləri təyin elədim. Şit əleyhissalamın da özünün əmri ilə qoşununu 4 yerə bölür, göndərir müxtəlif yerlərə. Ona görə insan ilk bu insanlar hara gedib orada yaşayıblarsa, əlbəttə o istifadə elədikləri əşyalar filanlar torpağın altındadır. Dünyanın arasını qazırsan qaz, orada nə çıxsa mütləq orada bir Türk izi var. İndi keçirəm bu işin yalan tərəfinə. Güya ki, mən yalan deyirəm. Baxın. Bütün dünyanı arxeologiya ilə məşğul olan alimləri təsdiq edirlər ki, dəmirdən ilk istifadə edən insanlar türklərdir. Atı ram edən, atdan istifadə edən türklərdir. Doğru mu? Peyğəmbərlər tarixinə baxsaz, görəcəksiniz ki, Cəbrayıl əleyhissalam Qabil oğulları ilə vuruşmaq üçün Şit əleyhissalama necə dəmir əldə etməyi öyrədir və dəmirdən də qılınc düzəltməyi öyrədir. İlk qılıncı da düzəldib ondan istifadə edən türklərdir. Hansı ki Şit əleyhissalamdır. Allah da onu türk adlandırdı, Şit əleyhissalamı, və o ilə bərabər olanlar da türk adlandırdı. Çünki onlar Allahın əmrlərini qeyd-şərtsiz aksatmadan yerinə yetirdilər. Əgər türklər dəmiri ilk icad edən, dəmirdən istifadə edən türklərdirsə, ilk istifadə edən də Şit əleyhissalamdır, onda Şit əleyhissalam türkdür. Bu buradan isbatlanır. Bu yalanın bir tərəfi. İkinci tərəfi. Əgər fikir versəz, Quran-ı Kərimdə Kəhf surəsində Allah Taala Həzrət Peyğəmbərimizə deyir ki, ya Muhammed, Zülkifli də yada sal. O da bizim salih qullarımızdan idi. Biz ona qüdrətimizi göstərdik. İndi nə qüdrəti göstərir, bunu Allah bilir, mən deyənmərəm. Və sonra ona əmr etdik, get şimala, get cənuba, get şərqə, get qərbə. Asi xalqların hamısını, yəni Allaha asi olanların hamısını, Allaha qarşı düşmənçilik edənləri, şeytana uyanları, Allaha tabi olmayan xalqları deyir, get dizə gətir, yəni tabi elə. Əgər onlar səndən vuruşarlarsa, sən də onlarla vuruş. Yox, əgər onlar qəbul edərlərsə və səndən bir şeylər istəyərlərsə, bizim sənə öyrətdiyimizdən sən də onlara öyrət. Və əxir və s. Mən bunu uzatmaq istəmirəm. Bu kəlmə var Quran-ı Kərimdə. İndi fikir verin Oğuz naməyə. Oğuz babamız, Oğuz xan eyni ilə kitabında bildirir ki, mən Tengri'nin əmri ilə getdim şimala, getdim şərqə, getdim qərbə, getdim o yana, getdim o yana. Bütün asi xalqları dizə gətirin və hansı xalqlar Allah'a qarşı asi olublarsa Oğuznamə kitabında var. Orada yazılır. Oğuz xanın filan ölkəni fəth etməsi, filan ölkəni fəth etməsi və əxir və s. yazır. İkinci dəfədə Oğuz xan kim idi? Hamımız bilir ki, Oğuz xan Türklərin
atası. Atası deyəndə ki, yəni Allaha inanan türklərin nətər Nuh əleyhissalama Allah deyir ki, insan nəslini səndən çoxaldacağım. O anlama gəlmir ki, Nuh əleyhissalam insanlığın ilk atasıdır. Yox, ilk atası hamımız bildik ki, Adəmdir. Yəni o fəlakətdən sonra törəməklər. İndi bu insanların da, o aşık olan insanların da belə deyək ki, bir insan Allahına aşık olursa onun fəlakətidir. İnsanları bu fəlakətdən qurtarmaq üçün Allah Teala Oğuz'u seçdi, Oğuz'u təyin elədi. Oğuznamə kitabını oxuyun, orada var hər şey. Ondan da əlavə o Kitab-ı Dədə Qorqud, onu da oxusaz nə olar ki? Oxuyun da. Əlqərəz Oğuz xan getdi təzədən dünyanı bir də aldı. Oğuz nəsli şimala, cənuba, şərqə, qərbə dağıldılar. Harda Allaha inanmayanlar var, Allaha aşık olanlar var, onlarla vuruşdular. Öz qanlarından da olmuş olsa belə vuruşdular. Onları dini imana gətirdilər. Ümumiyyətlə Türk qövmü həmişə bilib ki, mütləq yer üzündə Allahın bir nümayəndəsi var. Və onlar o belə də qazdan ayıq olublar, belə gözləyiblər, qulaqlarını şəkləyib ki, Peyğəmbər harda peyda oldu? Harda peyda olubsa o saat oraya gediblər, onu qorumağa, onun xidmətində durmağa. Ki Allah bunları bəyənsin, Allah bunlardan razı olsun. Ona görə də istəyir İbrahim Xəlil Peyğəmbər, istəyir hansı Peyğəmbər olur olsun, mütləq onun qulluğunda Türklərdən ibarət azacıq da olsa bir dəstə olub onu qoruyan. İndi gəlirəm Oğuz xanla əlaqədar. Orxan Yenisey kitabələrində nə yazırlar? Yazırlar ki, ey Türk oğlu Türk, başının üstündə göy yarılmadıkça, ayağının altından yağız yer çəkilmədikcə sənə kimsə bir xətər yetirə bilməz, kəndinə dön. Bu kəndinə dön nə deməkdir? Kəndinə dön o deməkdir ki, yəni Allahdan uzaqlaşma. Sənin həyatın, sənin yaşayışın Allahın tabeçiliyindədir. Oradan çıxma. Oradan çıxdınsa məhv olacaqsan və səni məhv edəcəklər. Elə də oldu. Hansı Türk hökmdarı olur olsun, azacıq Allahdan, Allahın qoyduğu qayda qanunlardan sapıdıbsa, qulaq ardından vurubsa, özü bildiyi kimi yaşayıb idarə edibsə, o səltənəti məhv olub, dağılıb gedib. İndi deyirsiniz ki, Osmanlı. Osmanlı da elə oldu da, olmadı mı? O götürdü erməni millətinə güvənilir millət adını verdi. Yəni ermənidən başqa güvəniləcək 24 Oğuz boyundan hər hansı bir boy yox idi mi? Onlara deyəydin, onlara vereydin, onların qayğısına qalaydın. Onları, məsələn, Səlcuqlu ilə niyə dil tapıb ölkəni birləşdirib idarə edə bilmədiniz? Bir-birini qırdılar. Uzun Həsən bir yandan, Qara Həsən o yandan, nə bilim, dil tapa bilmədilər də. Bu adamlarda çatışmadı, ağıl çatışmadı. Nəysə, mən o tərəflərinə qayıtmaq istəmirəm. Yəni, ermənilərə sözüm budur ki, ay ermənilər, ay şeytanın sadiq nökərləri, siz bir dəfəlik bilin, biz Azərbaycan, bugün adlandırılan Azərbaycanlılar, biz Oğuz xanın övladlarıyıq, Oğuz nəslindənik. Oğuz xan Dərbənddən Təbrizə, Təbrizdən Kərkükə, Kərkükdən Hələbə, Hələbdən Xorasan, İsfahan, Səmərqənd, Daşkənd, nə bilim, haralar oralar, ta Sakit Okeana kimi. Ha qardaş, bunlar Türk dövlətləri, Türk vətənidir, Türklər yaşayan yerlərdir. Amma siz Hindistandan gəlibsiniz, siz ömür boyu Allaha inanmayıbsınız, ömür boyu Allaha düşmənçilik edibsiniz, ömür boyu günahsız insanlar öldürübsünüz, ömür boyu yalan danışıbsınız, ömür boyu xainlik edibsiniz. Spartakı da satan sizsiniz. Makedoniyalı İskəndərin xəzinəsini dağıdıb, oğruyub aparan sizsiniz. Dərbəndi gizlicə Ruslara satan sizsiniz. Gəncəni Ruslara gizlicə, xaincəsinə satan sizsiniz. Erivan qalasını, Rəvan qalanı, gizli yerlərini
Siz demişsiniz düşmene. İndi sizin bu bilmirsiniz tarihte o kadar menfur sıfatınız olup ki bilmirsiniz kimin koltuğuna giresiniz ki hakka kulluk edenler sizin ahırınıza çıkmasın. Hiç narahat olmayın. Eğer beni insan sizin elədiyiniz bu qəddarlıq, zalimlik filan təkcə siz yox, hele sizi kimi hamısı Allah'ın insanlardan ibaret ordusu veyahut da ki imanlı insanlar size ceza vermeseler bile Allah verecek cezanı. Hiç narahat olmayın. Allah her şeyi görür, bilir, hesaplayır. Bu torpaqlara siz geldiniz, biz yok. Ay oğrular. Bu torpaqlara Azərbaycan adlı memlekete siz geldiniz, biz yok. Ona göre ağlınızı başınıza yığın. Ora Göyçe Gölüdür. Biləsiz. Göyçe Gölü. Revangala. Serdar Sarayı'nı siz dağıttınız. Siz. Buradan səslənirəm də bir vətəndaşam. Ne bileyim Allah. İndi hərənin bir arzusu olur. Mənim də arzum odur ki Allah elə eləsin ki ölkəmizin varı dövləti çox olsun. Hörmətli prezident Serdar Sarayı'nın eskizleri Fransa'da var. Bazı şekilleri orada burada var. Vatikan'da da yəqin ki var. Prezident onların əsasında, eskizler əsasında Serdar Sarayı'na hardaydısa onun bünövrəsi üstünde təzədən onu qurdursun. Təzədən onu diktirsin. Sonra yaxşı olar ki hörmətli prezidentimiz Moskvadan Rus dövlətindən vaxtilə Kremli tikən Əliş Subhanoğlu Kərimliyə Rus knyazının, böyük knyazının vəd etdiyi maaşı qızıl pulla ki maaşının o vaxtdan hesabatı nə qədər idisə o və üstünə gəl illərlə onlarda qalıb istifadə ediblər. Belə deyək də bugünkü iqtisadi nəticə faizi. Qoysunlar Rusların qabağına ki budur siz bize bu zərəri vurubsunuz. Siz bizim yaxşılığımızın müqabilində sizin bize elədiyiniz çirkinliklər, zalimlikler bax budur. O cümleden de erməniləri getirip soktunuz içimize. İndi də özünüz de ermənilərdən əzab çəkir. Rusların özləri de ermənilərdən çəkəcək. Çünkü kardeş, hörmətli bacılar, kardeşler, hörmətli hökumətimiz hiç narahat olmayın. Allah Teala Kur'an-ı Kerim'de ayetinden bildirir ki ey insan İstersen yaxşılıq elə, istersen pislik. O sənə qayıdacaq. Bu dünyada da, o dünyada da. Ona göre de inananlar hiç narahat olmasınlar. İnananlar bilsinler ki gece tezi Allah Teala bize karşı eleyen pisliğin mükabilinde ister Urus olsun, ister Ermeni olsun, ister Moltan olsun, kim olur Hindistan olsun fark eləmir. Hamısını Allah Teala cezasını verecek. Hamısını. Ona göre Ermeniler özünüzü yormayın. Ay Ruslar kızıştırmayın Ermenileri. Siz onları kızıştırıp bədbəxt eləmişsiniz. Bütün her 25 ildən bir onların sayı 2-3 bir tek olur. Siz çünkü bizi kimi Azərbaycan kimi humanitar bir dövlət onları bəsləyir. Onları yedirir, içirir. Ev, ailə, uşaq saylarını çoxaldırıq. Sonra da siz onları ağladıb yoldan çıxarıb soxuz müharibələrə, nə bilim nələrə. Onlar da başdan xarabda taxtabaş yedilər. Anlamırlar ki Rus bunları niye kızıştırır. Sonra da kırılıp kalırlar iki çük pitek. Ona göre Ermeniler biraz ağıllı olun. Getmeyin tırkalara. İlham Əliyev düz deyir. Oranı Göyçe Gölüdür. Ora Dilican Dərəsidir. Ora Zəngəzurdur. Ora Dərələyəzdir. Ora Amasyadır. Ora İrəvan qalasıdır. Rəvan qala. Ora Türk torpağıdır. Türk. Siz o kadar Allah'a karşı aşık olursunuz ki Allah Teala size ve bir neçə xalqlar var ki onlara vətən qismət eləməyib. Siz terk diyarsınız. Dünyanın her yerinde yaşayabilirsiniz ama sizin vətəniniz hiç vaxt olmayacak. Hiç vaxt.
Olmayacaq. Odur ki, əziz izləyicilərim, mən də özüm sayağı bir balaca izahatlar verdim. Qoy alimlər fikirləşsinlər, başlarını sındırsınlar, axtarsınlar, tapsınlar və həqiqəti ispat eləsinlər ki, biz bu torpaqlara hardansa gəlməmişik, əksinə dünyadakı bütün insanlar bu torpaqlardan yayılıb gediblər. Bu torpaqlardan. Gecəniz xeyrə qalsın. Hamınıza Allah'tan xeyir, bərəkət arzulayıram. Ən əsası da iman və can sağlığı. Can sağlığı çox önəmli bir şeydir. Gecəniz xeyrə qalsın və rəhmətullahi və bərəkatuhu.